Bilmirəm, səsimi eşidirsiniz ya yox, çayın şırıltısından. Həyatımda ilk dəfə şey qalaya bildim, axırki manqalı. Dostum, mən Qoşdayım. Bugün sizinlə nə video seçirəm? Başdan dostlar bildiyiniz kimi bugün sizinlə deməli dostlar rayondakı ikinci günün vlog videosu seçirəm. Bəli, bilən gürültülü alqış. Alqışlarınızı yerə dostlarım, çox sağ olun. Deməli artıq demək olar ki birinci vlog videomuz yayındadır. Buradan e-butondan izləyə bilərsiniz. Deməli 2 günlük vlog çəkmirdim. 2 gün vlog çəkmədim. Çünki niyə dostlarım? Elə də maraqlı bir şey olmadı ki sizinlə bölüşüm. Məncə birinci gün daha maraqlıydı. Ona görə 2 gün mənə maraqsız gəldi, önəmsəmədim deyə. Ona görə çəkmədim. Amma düşünürəm ki bu gün maraqlı olacaq. Ona görə də ki bu gün bəzi yerlərə gedəcəyik. Ona görə də ki maraqlı olacaq. Hal-hazırda Gədəbəydəyik. Birazdan gedək görək hara var, belə gəzməli yer hara var. Gedəcəyik ora. Bu arada belə videoların davamı üçün aşağıdan kanala like atıb abunə olmağı və aşağıdan çıxan Instagram səhifəmə follow atmağı unutmayın. Hələlik sağ olun dostlarım. Sizinlə görüşərik. Əgər maraqlı bir şey olsa sizinlə görüşərik. Hələlik sağ olun. Sizləri çox sevirəm. Bəli dostlarım, hal-hazırda bilmirəm. Üzümdə qara şeylər var ya yox da o da kömüründür. Bayaqdan dostlarım əlləşirdim. Həyatımda ilk dəfə şey qalaya bildim, axırki manqalı. İndi istəmirəm ki manqalı görsədim. Deyirəm ki manqalı birdən görsəsəm YouTube qoymaz da. Alova görə YouTube qoymaz. Bir də ki dostlarım, indi pomidor yumurta edir qəşəng manqalda. Onu yeyəcəyik. İnşallah məncə çox dadlı alınacaq. Manqalın çox gözəl dadı olur. Hələlik dostlarım sağ olun. Sizinlə nə isə maraqlı bir şey olsa göstərərəm. İstəyirsə pomidor yumurtanın şəklini sizə göstərim. Bəli dostlarım, bilmişik ki çıxacaq, gedəcəyik. İndi gəlmişik çox gözəl bir yerə. Burada Şahzadə bulaq var. Ora gəlmişik. İndi gedəcəm Şahzadə bulağa. Elə də böyük yer deyil, belə bulaqdır da. Bildiyiniz bulaq. İndi qəşəng meşəliyin içində keçək. Çay içəcəyik sonra. Oturmuşuq da dostlarım, məncə çox gözəldir. Nə olsa dostlarım sizinlə bölüşməyə çalışacağım. İndi sizə ətrafı çəkim yüngül. Baxın dostlarım, belə bir yerlərdə çox qəşəng yerlərdə baxın. Çox qəşəngdir. Sizə də buranı tövsiyə edirəm ki, gəlin. Bəli dostlarım, həqiqətən də ki adamın beyni dincəlir. Adam sakitləyir belə yerlərdə. Mən də ki yavaş-yavaş qalxım yuxarıya. Aşağıya biraz çox düşdüm. İndi qalxıram. Nə olsa dostlarım sizinlə paylaşmağa davam edəcəm. Burada bura Gədəbəy Şahzadə bulağı idi. Mən çox qəşəng yer idi. Siz də gələ bilərsiniz, tövsiyə edirəm. Hələlik sağ olun, görüşərik. Bəli dostlarım, hal-hazırda oturmuşuq gözəl təbiət havasında. Əgər nə isə maraqlı bir şey olsa sizinlə bölüşməyə çalışacağam. Hələlik sağ olun. Baxın dostlarım, qəşəng təbiətdir. Sizə də bura gəlməyi tövsiyə edirəm. Baxın. Çox gözəl dostlarım, siz də gəlin buralara. Deməli dostlarım, hal-hazırda biz yavaş-yavaş gəldik Tursuya. Tursu çox qəşəng yer dostlarım. Həqiqətən bu Gədəbəydə yerləşən Tursu çox qəşəng yerdir. İndi sizə də ki buradan video görüntülər paylaşacağam. Məncə siz də ki çox bəyənəcəksiniz. Əlimdən gələn qədər dostlarım sizinlə paylaşmağa çalışacağam. Buranın gözəlliyini. Gədəbəyə həqiqətən də mən aşiq oluram. Gədəbəy dostlarım çox gözəl yerdir. Həqiqətən də çox qəşəng yerdir. Prosta biraz Tursunun yolu pis idi. Amma neyini, buranı gəlib görməyə görə dəyər də yolu. Neyse dostlarım, indi nə olur sizinlə birlikdə bölüşməyə çalışacağım. İndi bir dənə dağların qəşəng videosunu çəkim sizə. Baxın dostlarım, təbiətə baxın. Baxın, görün nə gözəl yerdir. İndi baxın bu tərəflərə. Yolda gələndə kaş başladardım, videonu çəkərdim. Yolda daha gözəl idi, baxın. Təbiətə baxın dostlarım. Həqiqətən də məncə biz neçə gün Gədəbəydəyik. Məncə Gədəbəyin ən gözəl yeri buradır. Biz neçə gündə olmuşuq da Gədəbəydə. Elə bil ki biz Gədəbəydə olmamışıq. Əsl Gədəbəy buradır. Çox qəşəngdir, çox. Təbiətə baxın dostlarım, çox. Nə olsa indi Tursu da buradır. Nə olsa dostlarım indi sizinlə bölüşməyə çalışacağım.
Dostlarım, hal-hazırda gəlmişik, bilmirəm səsimi eşidirsiniz ya yox. İndi arxamda da çay axır, belə çox gözəl yerdə dostlarım, sizə də gəlməyi çox tövsiyə görürəm. Amma prosto buraları zibilləməyin də, hər yer zibildir dostlarım, etməyin də bunları. Mən də ki dostlarım, indi sudan bir dənə dadına baxın suyun. Həqiqətən dostlarım, suyu çox dadlıdır da. Suyun dadı xoşuma gəldi. Şirin dadı var suyun. Baxın dostlarım, belə yerdir. Buralar düz biraz pis yerdir. İndi biz qabağa gedəndə görəcəyik. Hələlik sağ olun, görüşərik. Bəli dostlarım, hal-hazırda oturmuşuq. Bilmirəm səsimi eşidirsiniz ya yox, çayın şırıltısından. Belə qəşəng çay da axır oradan. Biz də burada solda oturmuşuq. Bu arada videonun bu yerində aşağıdan kanal like atıb abunə olmağı unutmursunuz. Və aşağıdan Instagram səhifəmə follow atmağı unutmursunuz. Əlimdən gələn qədər dostlarım çəkim paylaşacağım. İndi istəyirəm ki, bu təbiəti belə qəşəng çəkim, sizinlə bölüşüm. Hələlik dostlarım sağ olun. İndi ekrana görüntülər gələcək, təbiəti çəkdiyim. Bəli dostlarım, hazırda sizinlə danışanda səhv etmirəmsə Turşusudaydım, amma indi hal-hazırda evdəyəm dostlarım. Turşusudan çıxdıq, gecə gələ gəldik. Deməli, getdik bir dənə yerə Gəncə tərəfdə. Sonra getdik, sonra oturduq çay içdik. Bir yer var idi, Gəncə tərəfdə deyil idi. Bilmirəm, məni yuxudan qaldırdılar ki, gəl çay iç. Həm də dostlarım, mən çox yatdım biraz maşında. Ona görə biz evə çatanda da ki, saat 6 idi, 7 idi. Belə bir şeydi dostlarım. Məncə 6 idi. Ona görə də ki, mən gəldim, ta yatmadım. Çünki dostlarım 7 idi. Çünki dostlarım, niyə? Bayaqdan mən maşında çox yatmışam dostlarım. Həqiqətən çox yatdım. Ona görə indi yuxum gəlmir. Hal-hazırda evdəyəm, qəşəng yatağımda uzanıb telefonuma baxıram çox rahat şəkildə. Məncə dostlarım, video çox maraqlı oldu. Gədəbəyə həqiqətən də ki, mən heyran oldum. Ümid edirəm ki, videomu bəyənərsiniz. Sağ olun, aşağıdan kanala like atıb abunə olmağı unutmayın. Və aşağıdan çıxan Instagram səhifəmə follow atmağı unutmayın. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.